Danışan əşyalar. Səid 8 yaşında idi. O mehriban, biraz da dağınıq, amma çox maraqlı bir uşaq idi. Ailəsi ilə birlikdə balaca, amma rahat və sehirli bir evdə yaşayırdı. Bu ev sanki nağıllardan çıxmışdı. Divarları isti rəngli, döşəməsi parlaq taxta, pəncərələrində isə naxışlı tüllər var idi. Səidin öz otağı evin ən rəngli güşəsi idi. Burada nələr yox idi ki? Rəngli kitablarla dolu rəf, üstündə hər zaman nəsə qarışıq olan yazı masası, kreslonun üstünə atılmış corablar və həmişə bir-birindən ayrılmış ayaqqabılar. Bir küncdə kiçik, köhnə bir televizor, onun yanında toz soran, masanın üstündə qələm, dəftər və divardan asılmış səsli bir saat var idi. Səid hər səhər o saatın zın səsinə oyanardı. Qələmi dişləyərək tapşırıq edərdi və axşam kresloda uzanıb televizora baxardı. O isə bilmirdi ki, ev boşalır və sehir başlayır. Bir səhər Səid çantasını götürüb məktəbə getdi. Qapı örtüldü, evə sakitlik çökdü. Amma birazdan möcüzə baş verdi. Saat səsini yüksəltdi. Oh, nəhayət çıxdı bu uşaq. Yastıq əsnədi. Mən gecə boyu əzildim. Bir sağ, bir sol. Stol özündən çıxmışdı. Mənə baxın. Yazı yazmaq adıyla üstündə rəsm çəkir, su tökür, tapşırıq qoyub unudur. Mən masayam, yoxsa oyun meydançası? Qələm hoppanıb dedi. Ay stol, sən yenə yaxşısan. Mənim başımı dişləyib yeyib. Bircə pozanım qalıb. Onu da udar bir gün. Televizor cırıltı ilə gileyləndi. Axşam məni açır, baxır, pultu isə harda gəldi atır. Mən də pultunu itirən TV olmuşam artıq. Ayaqqabılar isə bir-birinə baxaraq danışdı. Mən sağam, o isə sol. Amma bizi heç vaxt bir yerdə geyinmir. Elə bil bizə tapmaca kimi baxır. Toz soran ağır-ağır dilləndi. Mən, yəni işləyirəm. Sonra şarjımı unutdurur. Yarı yolda sönürəm. Bu nə həyatdır? Stol qəhqəhə çəkdi. Biz gileylənirik, amma etiraf edək. O olmayanda darıxırıq. Kreslo yavaşca dedi. Bəli, bu ev Səidlə gülür. O bizə həyat verir. Səid qayıdır. Qapı cırıldadı. Səid evə qayıtdı. Əşyalar bir anda sustu. Hər biri əvvəlki kimi cansız, sakit və səssiz oldu. Elə bil heç nə olmamışdı. Səid otağına keçdi. Çantasını masanın üstünə qoydu. Kresloda oturub qələmini əlinə aldı. Əşyaların hər birinə baxdı. Sanki nəsə hiss edirdi. Nədənsə bugün hər şey çox rahat görünür. Kreslom, yastığım, qələmim, hər şey sanki mənimlə danışırmış kimi. O yastığını qucaqlayıb kresloda rahatladı. Gözlərini yumdu və pıçıltı ilə dedi. Bilmirəm, amma məncə siz də məni sevirsiniz. Mən sizi sevirəm. Əşyalar cavab vermədi. Amma otağa bir isti, mehriban hava doldu. Səid kresloda yuxuya getdi. Əşyalar isə heç nə demədən ürəklərində pıçıltı ilə dedilər. Bəli, biz səni sevirik. Sən bizim evin ürəyisən. Nağılın sonu.